Mən Hələ elə yox. qorxuram ki, gələcək düşəcək düz mən istəmədiyim vaxtda. Axşamınız xeyir Mehriyə xanım. Salam Məltəm xanım, axşamınız xeyir. Siz Miqin nəyini soruşurdunuz, xəbər yoxdur. Müsahibəsini. Heç sertifikasiya çıxıb ki, müsahibə? Heç mövzular belə Sertifikasiya gəlmir. deyirlər, biraz gec olacaq axı. Həmişə deyir sentyabra, dərs vaxtını oktyabra çəkir. Bəli. Miq yəqin ki, biraz tez olar Keçən da. Çünki keçən ilə qədər elə idi. Bu il artıq hər şey o qədər vaxtsız olur ki, yəni bu il hər şey gah gecikdi, gah nə oldu və s. Amma əslində həmişə Miqi müsahibəsi daha tez olur. Məsələn, sertifikasiya müsahibəsi keçən il oktyabra qədər çəkənlər var idi. Hamısı yox ha, sentyabr oldu, oktyabrda da olanlar oldu. Salam xanım Mirzəyeva. Hə, yox, gələnlə sizdə elə qalmayacaq. bir 22-si qızımın qonaqlığıdır deyə. Elə qorxuram ki, həmin vaxtda düşə deyirəm. Həmin vaxtda düşsə mən öldüm də. Nətər eləyəcəm bilmirəm. Neçəsi? 22-si qızımın institut qonaqlığıdır. Deyirəm İnşallah, gəl inşallah. həmin vaxtda düşəcək yəqin. Yox, ay Gülnarə xanım, bu gün ayın 17-si. Bu hələ Miqin hələ cavab gəlməlidir sizə mövzular. Bir də müəllimə sizdən bir şey soruşmaq Bəli. istəyirdim. Mən müsahibə qrupundan çıxdım da, çünki burada varam deyə. Bəli, Ona bəli, görə bəli. dedim elə buradan davam eləyərəm. Aha, düz elədiniz. Mövzular gələndə köməklik eləyəsiniz Bəli, elə. bəli, bəli. Mən Hə, bildirmişdim çox zaten sağ ki, olun. eləyəcəm köməklik. Buyurun. Yavaş-yavaş başlayaq. Qoy mən bir dənə dəftərimi açım. Keçən dəfə hamının qabağında yazmışdım ki, kim mənə necə cavab verib. Bəli, Gülöyşə xanım. Hə, siz icazə almışdınız keçən dəfə. Buyurun. Bəli, bəli, Başlayaq sizlə. bəli, bəli. Buyurun, özünüzü təqdim edin. Mən Mədədova Gülöyşə Əmanət qızı 1990-cı ildə Ağdaş rayonunda anadan olmuşam. 2009-cu il Bakı şəhərinin 265 saylı orta məktəbini bitirdikdən sonra Sumqayıt Dövlət Universiteti Riyaziyyat fakültəsinə, Riyaziyyat müəllimliyi fakültəsinə qəbul olmuşam. Bu illərin müəllimlərin işə qəbulu imtahanında 58,75 bal toplayaraq sizin müsahibə dərsinə belə sizin qarşınızda sonunu sonlandıra bilmədim. MİQ müəllimə işə qəbulu imtahanından 58 bal toplayaraq müsahibə mərhələsinə keçid əldə etmişəm ya da keçid almışam. Aha, Belə bir sonluq yaza bilərsiniz. aha, Bu yaxşı. belə. Sonra gələk sual-cavaba. Göndərdiyim hər şeyə baxmısınızmı? Baxmışam, amma bugün sonu baxmışam, amma belə deyim də o cavabların çıxma həyəcan olduğuna görə bilmirəm, yadda qalıb, qalmayıb amma oxumuşam. Aha, eybi yox, heç həyəcanlanmayın. Burada ayaq deyilib oturmuşuq özümüzük. Burada tək siz çaşmayacaqsınız. Sizdən başqa müəllimlər də danışanda çaşa bilər, yadından çıxa bilər, bilməyə bilər. Yəni həyəcanlanmayın. Öyrənməyə gəlmişik. Yadımızdan çıxıbsa da gələn dəfə onu öyrənərik. Yaxşımı? Rahat olun yəni. Oldu mənim. Mən sizə bir dənə PDF göndərmişdim. Orada var idi təhsil qanunu. Birdən deyərlər ki, konstitusiyamızda hansı maddədə təhsil qanunundan söhbət gedir? Aha, Konstitusiyamız, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində təhsil qanununa uyğun belə 5 dənə qanun var. Birincisi təhsil Azərbaycan vətəndaşı Hər bir vətəndaşın. hər bir vətəndaşın təhsil alma hüququ var. Hı hı. İkinci təhsil minimum dövlət standartlarına Müəyyən edilir. müəyyən edir. Xüsusi istedadlı şagirdlərin təhsil belə deyim, təhsilini davam etdirməkdə dövlət zəmanət verir. Dördüncüsü sonra o birisi yaddan çıxdı. Təhsil sisteminə Təhsil sisteminə dövlət nəzarət edir və sonuncu yaddan çıxdı. dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Burada sonra sizə bir dənə sual çıxararlar. İcbari ümumi orta nə deməkdir? İcbari ümumi orta, yəni 11-ci sinif. Yox, 11-ci sinif tam ortadır.
Ümumi orta bax, 9-cu sinifə, ay sağ 9-cu şagirdlərin 9-cu, mütləq ki 9-cu sinifə qədər təhsil almalıdır. daxil Ə, olmaqla. 9-cu sinif bəli, daxil olmaqla təhsil alması məcburidir. mütləqdir, bəli, məcburidir. Əgər bir valideyn övladını yayındırarsa, valideyn məsuliyyətə cəlb olunmalıdır. Yəni bunların hamısı konstitusiyada yer alır. Bəli. Ay sağ ol, əla. Çünki bunu verirlər, yəni sual verirlər bundan. Aha. Tamam. UNESCO nədir? UNESCO 1946-cı ildə təşkilat yaranıb. 45. Baş qərar 41. 45-də. 45. Hə, 1945-ci ildə bu təşkilat yaranıbdır. Baş qərargahı səhv etmirəmsə New York şəhərində, ABŞ-ın New York şəhərində idi. Əsas məqsədi dövlətlər arası sülhü, əməkdaşlığı təmin etməkdir. Azərbaycan 1992-ci ildə UNESCO-nun üzvü olmuşdur. Hı. Bu qədər. Bəs UNICEF nədir? UNICEF uşaq birliyini, uşaq uşaqları dövlətlər tərəfindən uşaqları qoruma bir təşkilatdır. Burada 131 üzvdən ibarətdir. 1992-ci ildən səhv etmirəmsə Azərbaycan da üzv olmuşdur. Əsas məqsəd odur ki, uşaqları qorumaq, uşaqları müdafiə etmək, yəni uşaqları hər tərəfli təhsil, təlim barədə onları, yəni formalaşdırmaqdır. İndi bir dənə sual verim. Siz orada 131 nə dediniz? 131 dövlətdən ibarət olan bir təşkilat. Bəlkə şey demək istəyirsiniz, neçə ölkədədir? Hə, 131 ölkədə 113 ölkədə. 113 ölkədə 242 məntəqədə 6200 əməkdaş. 6200 bəli işçi. Buraları yaddan çıxırsa vacib deyil, eybi yox. Aha, Gördünüz ki, yaxşı. yaddan çıxır, vacib deyil. Əsas odur deyin ki, nədir də, yəni UNICEF nədir, söhbət orada nədən gedir. Gördünüz, yəni Aynen. ki, mən prosta məlumat göndərirəm. O demək deyil, bunun hamısı nöqtə-bə-nöqtə hamısını danışmalısınız. Mən göndərirəm, harası yadınızda qalır, orasını danışın. Aha. Tamam. Biraz kurikulum suallarından verək. Şagird yönümlülük nədir? Şagird yönümlülük dərsi, hər hansı bir dərsi keçəndə uşağın maraq və istəyini nəzərə almalıyıq. Onun öyrənmə tərzini nəzərə almalıyıq. Biz dərsi şagird yönümlü keçirtməliyik. Aha. Tədris vahidi nədir? Tədris vahidi yəni bir bölmə Ay, yox. sağ ol. Bir Bəli. bölmə üzərində keçirilən, bəli, bir bölmədir. Bölmədir. Mövzulardan ibarət bir bölmədir, qrupdur. Hı. Tamam. İnteqrasiya nədir ya da inteqrativlik? Necə müəllim, bir də sualı təkrar edə bilərsiniz? İnteqrativlik nədir? İnteqrativlik bildim, dərsi əlaqəli keçirtmək, həyatla əlaqəli, yəni əlaqə yaratmaq. Bəli, təkcə həyatla əlaqələndiririk. Xeyr, dərsləri bildim, bir-biri ilə əlaqələndirmək, Bəli. hər hansı bir mövzu dərslə Başqa fənlərlə əlaqələndirmək. Bəli. Bunun şagird üçün mahiyyəti nədir? Nə rol oynayır əlaqələndirəndə? Dərsi, mövzunu daha dərindən anlayır, həyati bacarıqları inkişaf edir. Müəllim, səhv getdi, təkrar deyə bilərsiniz zəhmət olmasa. Sual vermişdim ki, inteqrasiyanın şagirdlər üçün mahiyyəti nədir? İnteqrasiya şagirdlər üçün, yəni əlaqə yaradırlar və burada müəyyən uşaq belə deyim tiplərinə görə onlar üçün öyrənmə daha asan olur. Aha, bəli, mövzunu daha dərindən mənimsəyirlər, həyati bacarıqları inkişaf Bəli. edir. Yəni Aha. öyrənmə tərzləri fərqli olduğuna görə onlar üçün öyrənmə daha asan olur inteqrasiya zamanı. Ay, sağ ol.
Yaxşı. Heydər Əliyev haqqında nə deyə bilərsiniz? Ə, Heydər Əliyev Əlirzaoğlu 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumu bitirdikdən sonra Azərbaycan Neft Sənaye Akademiyasında mühəndislik ixtisasını almışdır. 1941-ci 2-ci Qarabağ döyüşündən sonra Naxçıvan Muxtar SSR vaxtında müdir müavini olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetində tarix müəllimliyi qiyabi bölməsini bitirmişdir. 57-ci ildə. 1957-ci ildə bəli. Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinin qiyabi bölməsini bitirmişdir. Qarabağ müharibəsi yox, xeyr, bir dəqiqə. 1990-cı ildə Heydər Əliyev ilk öncə Azərbaycana, sonra isə Naxçıvanda yaşadı. Ondan sonra 92-ci ildə Ümumxalq səsverməsində Heydər Əliyev Azərbaycanın prezidenti seçildi. 93-də. 1993-də 1994-cü ildə Qarabağ müharibəsi ilə bağlı atəşkəs sazişi Bişkek protokolunu imzaladı və 2008-ci illərdə yenidən prezident seçkilərində iştirak edərək 1993, 1998, 2003-cü ildə yenidən prezident seçkilərində iştirak etdi. 2003-cü ildə prezident seçkilərində iştirak etdi. Yalnız səhhəti ilə bağlı namizədliyini geri çevirdi. 2003-cü ilin dekabrın 12-sində Amerikanın Cleveland klinikasında vəfat etdi və dekabrın 15-i 2023-cü ildə Bakıda 1-ci Fəxri Xiyabanda Dəfn olundu. 2003-ün. dəfn olundu. Bəli, Bəli, dekabrın 2003-cü ildə. 2003. Aha. Bu arada Bəli. hamınıza deyim biləsiniz, bax soruşurlar. Bir də görsəz Heydər Əliyev haqqında danış demir. Deyir ki, Bişkek protokolu nə zaman imzalanıb? Bax belə bir sual da verə bilər, yəni 1994-cü ildə. Ay, sağ ol. Hə, Və 2 dəfə hı. Heydər Əliyev 2 dəfə Sovet ordunu, yox, xeyr, 4 dəfə Sovet ordunu, 2 dəfə yox, xeyr, bir dəqiqə. 4 dəfə 4 Lenin dəfə ordeni. Lenin ordunu, bəli, 2 dəfə Sovet ordunu, Sosialist bir əmək dəfə isə qəhrəmanı. bəli. Deməli, 4 dəfə Lenin ordeninə, 2 dəfə Aha. sosialist əmək qəhrəmanı adına, Bir dəfə də Atatürk, bəli, Türkiyənin ən nüfuzlu ordeni Atatürk sülh mükafatına. ordeninə layiq olmuşdur. Bax, Mükafatına bunu da, layiq olmuşdur. bunu da ayrıca soruşa bilər. Bəli. Bəli. Deməz məsələn Heydər Əliyev haqqında danış. Sadəcə soruşar ki, Heydər Əliyev hansı mükafatlara layiq görülüb? Hə, bax onu da deyərsiniz. Bəli. Tamam. Təhsil verənlərin etik davranış qaydaları neçənci ildə dəyişildi? 2024-cü ildə. Emin Aha. Əmrullayev tərəfindən. Bəli. Orada Təhsil- ictimai təhsil naziri. etimad nədir? İctimai etimad təhsil verən bir dəqiqə. Təhsil verən hər hansı bir, yəni çalışmadığı bir yerdə, digər dövlət orqanlarında, O loyallıqdır. loyallıqdır. İctimai etimad odur ki, müəllim gərək belə deyim, öz nüfuzunu qorumalıdır və tənqidi Öz yanaşmalara nüfuzunu qorumalıdır, öz adını qorumalıdır. nüfuzunu qorumalıdır. Müəllim adına layiq hərəkətlər etməlidir. Əgər hansısa yanlış bir hərəkət olarsa, ictimaiyyətdə etimadın doğrultmaq üçün lazımi addımlar atmalıdır. Yəni, bəli. Müəllimin hansı üslubları var? Müəllimin demokratik üslub, bir də avtoritet üslub.
və Bunları deyirsiniz. bəli, bir də liberal var. Hə, PDF-də müəllim göndərmiş. demokratik üslubla, yəni biz keçməliyik hal-hazırda. Avtoritar üslub, səhv etmirəmsə, keçmiş müəllimlərə aid idi. Orda qəti şəkildə səhv etmirəmsə falan kimi sözlərdən istifadə etmirik. Konkret deyin, avtoritar müəllim, keçmiş müəllim deməyin, deyin ki, avtoritar müəllim ənənəvi təlimdə olan müəllimdir. Yəni ki, Aha. sərt qərarlar verən, təktərəfli qərarlar verən, subyekt-obyekt belə deyək də mühiti yaradan, aktiv müəllimin aktiv, şagirdin passiv rolunda olması, yəni bu Aha. tip müəllim idi, cəza verən, qayda-qanun Müəllim qoyan. şagird, Ay sağ müəllim ol. şagird. Aha. Amma demokratik müəllim Demokratik müəllim subyekt olmalıdır. Yəni şagirdin fikirlərinə önəm verməliyik. Şagirdlərə seçim verməliyik. aha, Daim aktivdə hərəkətdə saxlamalıyıq, aktivdə saxlamalıyıq. Seçimləri özləri etməlidir. bəli. Müəllim istiqamət verməlidir, şagird özü seçməlidir. Qaydalar birlikdə tərtib olunmalıdır. Müəllim onlara humanist yanaşır, həssas yanaşır, empatiya qurur, əmr və tabe dilində danışmır, xahiş və məsləhət dilində danışır və belə. Bu olur demokratik müəllim. Bəs liberal müəllim kimdir? Fikrim yoxdur müəllim. Birinci dəfə də eşidirəm. Baxmamısınız PDF-ə? Onu xeyir oxumamışam. Hə, o isə şagirdlərin fəaliyyətinə, çalışmalarına çox məhdud nəzarət edir. Məsələn, onların fikir müxtəlifliyini şübhə ilə qarşılayır. Şagirdlərin mövzu ilə bağlı sərbəst fikirlərinə, əlavə məlumatlarına etinasız yanaşır. Bir növ etinasız müəllim də demək olar. Hə, Belə. anladım. Biri çox şeydir, nəzarətdə saxlayan avtoritar. Demokratik onların necə deyim, bütün fikirlərini hörmətlə yanaşan, liberal isə etinasız müəllim. Vecsiz, belə deyək. Hə. Belə, təşəkkür edirəm Gülüşə xanım. Sağ olun. Necə cavab İnşallah verdim müəllim? Yəni belə yaxşı cavab idi. versəm Belə cavab versəz yaxşıdır. Əsas odur ki, orada heç bir sualın qarşısında susmayın. Bax deyirəm, yenə yadda saxlayın. Baxın, sizə sual verdilər. Orda məncə, səhv etmirəmsə, qəti belə şeylər demirsiniz. Başlayın nəsə danışın. Əsas odur susmayın, nəsə danışın. Əgər sizə desələr ki, səhv cavabdır, əgər sualın cavabından əminsinizsə, əminliklə deyin ki, xeyr, bunun cavabı belə deyə çaşdırmaq üçün deyə bilər səhv cavabdır. Hə, və yaxud da görürsüz ki, sual verib heç bir şəkildə bir fikriniz yoxdur, suala cavab verə bilmirsiniz. Onda nə edirsiniz? Yəni 1-2 saniyə durursunuz, deyirsiniz ki, çox maraqlı sual oldu. Əslində desəm mən bu sualın cavabını bilə bilmədim. Mütləq şəkildə mənə də maraqlı gəldiyinə görə burdan çıxan kimi ilk işim o sualın cavabını araşdırıb tapmaq olacaq. Yəni belə bir cavab verirsiniz. Yaxşımı? Aydındır. Aydındır müəllim. Çox sağ olun, Oldu. təşəkkür edirəm. Buyurun. Günlara Xundova, zəhmət olmasa özünüzü təqdim edin. Bəli. Salam hörmətli komissiya üzvləri. Mən Axundova Gülnarə Aysət qızı 1989-cu ildə martın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düzəngə kəndində anadan olmuşam. 1996-cı ildə Şərur rayon 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul olmuşam. 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişəm. Həmin ildən Gəncə şəhər humanitar kolleci musiqi fənni üzrə qəbul olmuşam. 2010-cu ildə kolleci fərqlənmə ilə bitirmişəm. 2022-ci ildə müəllimlərin işə qəbulu üzrə test mərhələsində iştirak edərək keçid balını toplayaraq müsahibə mərhələsinə uğur əldə etmişəm. Tovuz rayon Əhmədabad kənd tam orta məktəbində musiqi müəllimi işləmişəm. 2024-cü il 19 aprel tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Samux rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak edərək cənab nazirin şəxsi icazəsi ilə yer dəyişmə etmişəm. Gəncə şəhər 33 nömrəli tam orta məktəbə. Hal-hazırda həmin məktəbdə işləyirəm. İşlədiyim müddətdə şagirdlərimin sevgisini qazanmışam. Şagirdlərimlə birlikdə xor qrupu yaratmışıq və həmin xor qrupu ilə məktəb daxili tədbirlərdə iştiraklar edirik. Məktəb rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunmuşam. Bu il keçirilən sertifikasiya mərhələsində 52 bal toplamışam və MİQ müsahibəsindən də keçid balını toplayaraq müsahibə mərhələsinə uğur əldə etmişəm. Aha, əla. İlham Əliyev kimdir? İlham Əliyev 2014-cü ildə 11 yaşında Şərur rayonunun Düzəngə kəndində doğulub. 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düzəngə kəndində 22 bal toplayıb 52 bal.
İlham Əliyev Azərbaycan Respublikasının prezidentidir. 24-ü 12-ci ay 1961-ci ildə Bakı şəhərində anadan olmuşdu. Orta təhsilini Bakı şəhərində almışdı. Ali təhsilini isə Moskva Dövlət Beynəlxalq İnstitutunda almışdı və həmin institutda da müəllim işləmişdi. 2003-cü il oktyabrın 15-i idi. Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilmişdi və 2008, 2013, 2018 və 2024-cü illərdə də Azərbaycan Respublikasının prezidenti seçilmişdi. Cənab Ali Baş Komandanımız olduğu dövrdə 2020-ci ildə Qarabağ müharibəsi illərində və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində uğurlu nəticələr göstərmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam bərpa etmişdi və suverenliyimizi tam bərpa etmişdi. Bir neçə dildə bilir, ingilis, fransız, türk, Azərbaycan dillərində bilir, ailəlidir, 3 övladı var. Əla, qəşəng. Azərbaycanın dövlət rəmzləri hansılardır? Himnimiz, gerbimiz, bayrağımız. Aha. Bəs yaxşı, qeyri-rəsmi rəmzlərimiz hansılardır? Var qeyri-rəsmi rəmzlərimiz, yəqin ki, bayraq meydanı, bunları deyirsiz, eləməlimi? Yox, deyəsən PDF açmamışıq. Müəllimə. Açmışam, inansız, var, bu qədər beynim evə gələn gedən var deyə beynim biraz üstünüzə sağ. Əl çəkmir bu qonaqları, nə istəyirlər? Deməyin. Odular 23 yurdu. sonra rahatlayacağım, heç nəyə fikir verməyəcəm. İnşallah. Odular yurdu, Qız qalası. Odlar yurdu, Qız qalası, orada Qarabağ atı Bəli, falan bəli. görmüşdüm. O, Qarabağ atı. aha, sonra Har. Buta var idi. Bəli, buta var idi. Muğam. Letkimiz, muğam, Bəli, yəni şərt o deyil, bunun hamısını sayasız, amma heç olmasa bir neçəsinin adını deməlisiniz. aha, Azərbaycan xalçası. Qız qalası var idi. Yadımdan düşdü. Tamam, Bunların hamısı haqqında orada məlumat bizdən soruşarlar. Yəni indi ola bilər. Bəli. Hmm, Mən həmişə deyirəm də, miqi müsahibəsi daha çətin olur. Miqdə mənə ən çox psixoloji, bir də müharibə dövrünə düşmüşdüm deyə ən çox müharibə yönümlü çox suallar vermişdilər ki, hansı şəhidimiz harda şəhid olub, ilk Bəli. bayraq sancan Onları da- kim olub. Onları da Bunlardan ən göndərəcəm. çox, Bəli, ən çox onlardan belə da suallar verirlər. vermişlər. Onlardan da verirlər, bəli. Deməli, Dövlət Bayraq Meydanının ərazisi nə qədərdir? Oy. Dövlət Bayraq Meydanının ərazisi 20 Aha. Hə, düz gəlirsiz. 20 Hə, min kilometr nə idi? 20.000 kvadrat metr. Kvadrat metr. Bayrağın eni nə qədərdir? 2 ya 2 nöqtə nəmliçə 2 nə idi o boyda bayraq? 2 nədir? Ay mənim onlar sorsalar, onlara baxmamışam. Eləcə bayraq neçənci ildə, nə belə şeylərə Bəli, baxmışam. soruşurlar. Soruşurlar. Hə, Bayrağın bunu eni, da əzbərləyərəm. uzunluğu. Hə, kütləsi hətta soruşurlar. Bir müdavimdən təkcə kütləsi soruşmuşdular. Hə, bu arada bayrağın eni 35 metrdir. Hə, onları əzbərləyərəm. Onlara yalançı olaram, baxmamışam. Hə, tamam. Bəli, Mehriyə xanım, düzdür. 2-nin biri nisbətində soruşurlar. Yaxşı, sonra sizə nədən sual verək? UNICEF nədir? UNICEF BMT-nin Mhm. nə Nə fondudur? Təhsil və Uşaq fondu. hə, UNICEF o biri uşaq fondu, uşaq hüquqlarının qorunması. Aha. Təşkilatın əsası Təşkilat- nə zaman qoyulub? Danışın da 1-2 cümlə deyin. 54-cü ildə qoyulubdu.
Ona Necə? qısa-qısa baxmışam. Ən çox belə diqqətlə oxumamışam Tamam, onları. onda bunları gələn dəfə soruşaram sizdən. Oldu. Yaxşı, keçdik kurikulum suallarına. Təlim strategiyası nədir? Təlim strategiyası fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarı bu. Yoxsa Nə, qarışdırdım? yo. Qarışdırdım. Bəli. İş üsulları, iş formaları. Üsulları, iş formaları. Alt standart nədir? Alt standart təlim nəticəsidir və alt standart şagirdlərin təlim nailiyyətlərinin ölçülməsinə xidmət edir. Günlərə xanım, siz dəqiq o biri qrupda olan Günlərə xanımsınız. Nə oldu sizə? Ay mən bütün fikrim eləcə yayınıb bu ara. Nə yayınıb? Yayınmasın. Alt standart təlim nəticəsi deyil. Təlim nəticəsini alt standartdan çıxarır. Təlim Sonra nəticəsi. nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi qiymətləndirmənin tərifidir. Alt standartın tərifi nədir? Məzmun standartı ilə bir idi tərifi. Bəli, Yeni düzdür. anlayışdır. Aha. Təhsil alanların İnsanların nailiyyət səviyyəsinə bilik. qoyulan, bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbi. Bəs nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi nə idi? Qiymətləndirmə idi. Qiymətləndirməni nəyə əsasən müəyyən edirik, qiymətləndirmə meyarını? Qiymətləndirməni meyarını təlim nəticəsinə Ay əsasən. sağ ol. Bəli, təlim nəticəsinə əsasən. Əgər biz qiymətləndirmə meyarını təlim nəticəsinə əsasən müəyyən etməsək, qiymətləndirmənin hansı prinsipini pozmuş olarıq? Şagird yönümlülük prinsipi. Yox. Qiymətləndirmənin hansı prinsipi? Qiymətləndirmə prinsipi, inkişaf yönümlülük. Yox, qiymətləndirmənin elə bir prinsipi yoxdur. Yadıma salınmadı. Validlik, uyğunluq, etibarlıq, Etibarlıq, validlik, uyğunluq hansı prinsipi. pozulur indi? Uyğunluq prinsipini pozuruq. Validlik nədir? Validlik şagirdlərə elə bir summativdə aldıqları qiymətlərin əgər bir məsələn 90 alıbsa, gələn səfər 60 alırsa, burada uyğunluq prinsipi, validlik prinsipi. Ağlayacağım mən ya. Hayır. Günlərə xanım, hamısını qatdınız, qarışdırdınız bir-birinə. Uyğunluq, əgər biz qiymətləndirmə meyarını təlim nəticəsinə uyğun, yəni müəyyən etməsək, uyğunluq pozulur. Ona görə deyirik də, meyar məqsədə uyğun olmalıdır. İkinci halda uyğunluq nə zaman olur? Summativin suallarını, yəni testləri hazırlayarkən hansı mövzunu keçmişiksə, onlardan salmalıyıq. Yazmalıyıq. Uyğunluğun ikinci adı validlikdir. Ha uyğunluq, ha validlik eyni anlayışdır. Sizin bayaq dediyiniz nəticələr arasındakı fərq maksimum dərəcədə olarsa, o zaman etibarlılıq prinsipi pozulur. Onun da ikinci adı davamlılıq prinsipidir. Yaxşımı? Siz toparlanın biraz. Tamam fikriniz gedib, yəni diqqətiniz. Çünki siz belə deyilsiniz, axı ona görə məhtəl qalmışam. Müəllimə, inansı bu günləri demək olar ki, nə dünən, nə bu gün heç nə açıb üzünə baxmamışam, yəni oxumamışam. Amma bu biraz düşür işləri var deyə baxım elə onların yanındadır ki, nətər yola verəcəm, görəcəyim, nə belə şeylər məni o qədər yükləyib ki, ona görə oxumamışam, üzrlü sayın. Yox, bir dənə də sual verim, yaxşı da sizlə tutaraq, amma gələn dəfə sizi yaxşıca sual cavab edəcəyik. Oldu mənim. Günlərə xanım, biz sizi nə üçün seçməliyik? Məni nə üçün seçməlisiniz? Mən işimi sevən, fənnimi sevən və şagirdlərlə doğru düzgün münasibət qururam. Çalışıram ki, şagirdləri həyata hazırlayım, həyatın özündə öyrənsinlər. Bəli, ola bilər, maraqlı cavab idi. Təşəkkür edirəm. Sağ olun mənim. Siz sağ olun. Səbinə xanım, buyurun, həyəcanlısınız. Niyə həyəcanlanırsınız bilmirəm. Heç həyəcanlan Keçən dəfə də eləməyin. iştirak etməmişdim. İlk olacaq mənim üçün. Sizdə indi ilkdir. Bəli. Tamam, buyurun özünüzü təqdim edin. Mən Məmmədova Səbinə İftixar qızı 10 dekabr 2002-ci ildə Xaçmaz şəhərində anadan olmuşam. Və Xaçmaz şəhər Çiləgir kənd tam orta Əfqan Yəhəyev adına tam orta məktəbində orta təhsilimi almışam. Məktəbdə təhsil aldığım illərdə
aktivlik göstərdiyim üçün və dərs dərslərimi əla qiymətlərlə tamamladığım üçün bir çox fərqli fərmanlar və tərtibnamələrlə mükafatlandırılmışam. 2020-ci ildə orta məktəbi bitirib həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsi ixtisasına 448 balla yiyələnmişəm. Universitetdə təhsil aldığım illər ərzində Riyaziyyat Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin aktiv iştirakında müstəsna rolum olmuş və bu səbəbdən TEC-in sədri Riyaziyyat Fakültəsinin dekanı tərəfindən sertifikatlarla təltif olunmuşam. Daha sonra MİQ imtahanında iştirak etmiş, 49 balla uğur qazanaraq müsahibə mərhələsinə keçid əldə etmişəm. Əla. Niyə həyəcanlarsınız? Necə də hiss olunur həyəcanınız? Məndə problem odur ki, mən səsim titrəyir həyəcanlananda, bunu çox hiss Bəli. etdirirəm. Rahat olun. Buna görə Həmin daha çox kompleksə düşürəm ki, bilinəcək həyəcanım. Bəli, həyəcanınız bilinir həqiqətən. Siz həmin gün nə deyim sizə? Siz də indi gördüyüm mesajınızda elə bir vəziyyətdəsiniz ki, deyə bilmirəm ki, Red Bulldan zaddan içəsiniz. Kofedən zaddan da bilmirəm indi ziyanı olar, xeyri olar. Nəsə də rahatlatıcı bir şeylər içmək lazımdır. Hə, Mən yəni həmişə həyəcanlı olmuşam. Bir də mən sual vermək Bəli. istəyirdim ki, yəni bunu desəm düzgün olarmı? Elə özümü təqdim edəndə istəyirəm ki, bacardığım qədər uzun danışım. Və orada mən müqavilə ilə 2 il işləmişəm rayon məktəbində. Yəni onu qeyd eləməliyəmmi, yoxsa orada sual çıxacaq ki, niyə daimi işləyə bilməmisiniz? Doğrudan niyə daim işləyə bilməmisiniz? Təhsildiyim üçün müqavilə ilə işləmişəm fərqli məktəblərdə. Bəli, deyə bilərsiniz də, müqavilə işləmisiniz. Mən də deyirəm, yəqin özünüz çıxmısınız ya nəsə belə. Deyə yox. bilərsiniz ki, müqavilə ilə, yəni Yəni bunu orada özün təqdim məlumat etməyə sorarlar ki, nə qədər yığmışdın, niyə müqavilə ilə işlədin? O daha pis vəziyyət yaranmaz. Çünki az bal idi. siz çox deyərsiniz də, onu araşdırmayacaqlar ki. Ha, O yığdığınızdan biraz artıq deyərsiniz. Tamam. Hə. Belə. Tamam, indi getdik. Bayrağın rəngləri və onların mənaları. Aha, Azərbaycan bayrağında göy, qırmızı və yaşıl rənglər təsvir olunmuşdur. Bayraq düzbucaqlı formasındadır. Bayrağın hər iki üzündən görünən ay və 8 güşəli ulduz təsvir edilmişdir. Bayrağın üzərindəki göy rəng bizim müasirliyimizi, qırmızı rəng türkçülüyümüzü, yaşıl rəng isə İslamçılığımızı bildirir. Tamam. Bayrağın eninin uzunluğa nisbəti nə qədərdir? 1-in 2-yə nisbətidir. Yaxşı. Bizim dövlət rəmzlərimiz hansılardır? Azərbaycan bayrağı, himn və gerb. Himnimizin- Azərbaycan bayrağı 1900 Aha, Himnimizin sözlərini kim yazıb? Əhməd Cavad, Musiqisini kim bəstələyib? Üzeyir Hacıbəyli. Bəli. İndi bu sualları verirəm, bəlkə də sizə gülməyə gəlir ki, müəllimin də bizə verdiyi suallara baxın. İnanın ki, bunu bilməyənlər var. Ona görə. Yəni hər ehtimalı mən yenə də deyirəm, tədbirimi əvvəlcədən görüm. Bilməyənlər var və şok yaşayıram da. Çünki bunu uşaqlara 5 yaşından öyrədirlər. Tamam. Bayrağın dövlət bayrağı meydanındakı bayrağın kütləsi nə qədərdir? 320 ton yadıma gəlir. Ümumi orada bütün mexanizmin kütləsi. Bayrağın belə deyək də kütləsi təqribən 350 kiloqramdır. 350 kiloqram. Tamam. Yaxşı, dayağın hündürlüyü nə qədərdir? 161 metr. 162 metr. Rəqəmlərlə və illərlə heç aram yoxdur mənim. Bilirəm. Riyaziyyatçılar vəbşə. Tamam. Qobustan haqqında nə danışa bilərsiniz? Qobustan eramızdan əvvəl Qobustan qayalarının üzərində insan təsvirləri və bir çox təsvirlər çəkilmişdir və bu günümüzə qədər qorunub saxlanılmışdır. O tarixi mirasımızdır. Bizim rəmzlərimizdən sayılır. Bakıdan hardasa 52 kilometr uzaqlıqda yerləşir Qobustan şəhərində, Qobustan qayaları. Bu qədər. 56 kilometr məsafədə. 56. Aha.
Aha, bəli, bu bir neçə cümlə deməyiniz bəs edir. Müəllim, onlar rəqəmləri dəqiqliklə bilirlər. Bilə də bilərlər, bilməyə də bilərlər. Mənə görə deyərdim ki, 80% bilmirlər, amma bilə də bilərlər. Yəni təxmini yadıma gəlir, amma məsələn bilirəm ki 50 Bəli. kilometrdən çoxdur, amma o Ay, yadıma sağ ol. gəlmir dəqiqliyi. Gördünüz ki, yəni orada yadınıza necə düşürsə, məsələn, indi burada 56-dır, siz orada 52 dediniz. Bəlkə də heç bilmirlər, elə də qəbul edəcəklər. Özünüzə əmin danışanda inanırlar sizə. Amma özünüzdən şübhəli danışanda, hə, artıq takılırlar da tüklər demiş. Hə, desələr ki, yox, səhv dedin, 52 deyil, 56-dır, orada da deyir ki, hə, üzrlü sayın, yəni unutdum, çaşdım, nəsə də belə bir şeylər deyə bilərsiniz. Nar nəyi tərənnüm edir? Nar. Unutmuşam onu. Bir dənə məntiqlə də baxsaz, narın içində gördüyünüz nə qədər Rəng. dənələr var da, birliyi tərənnüm edir. Aha. Birliyi. Tamam, yaxşı. Mehriban Əliyeva haqqında nə deyə bilərsiniz bizə? Şey kimi görünəcək, amma elə bil ki mən hamısını öyrənmişəm, bir İlham Mehriban Əliyeva qalıb. Bir dənə o qalıb. Bəli, digərlərindən sual verə bilərsiniz. Aha, yaxşı. İlham Əliyev haqqında danışın. Aha. İlham Əliyev 24 dekabr 1961-ci ildə Bakıdan anadan olub. İlham Əliyev 77-ci illərdə Bakıda 6 saylı məktəbdə orta təhsilini almışdır və 77-ci ildə Moskva Dövlət Beynəlxalq İnstitutuna daxil olmuşdur, qəbul olmuşdur. 1985-ci ildə o dissertasiyasını müdafiə edərək tarix elmlər namizədi adını almış. Daha sonra 85-90-cı illərdə həmin təhsil aldığı universitetdə müəllim kimi çalışmışdır. Aha. Daha sonra 2003-cü ildə İlham Əliyev ilk dəfə deməli, daha doğrusu 94-2003-cü illər ərzində Azərbaycan Dövlət Neft Şirkətində vitse-prezidenti, birinci vitse-prezident olmuşdur və 2003-cü il 15 oktyabrda ilk dəfə prezident seçkilərində iştirak etmiş və səslərin 76%-dən çoxunda lehinə səs verilərək prezident olmuşdur. Daha sonra 5 ildən bir keçirilən prezident seçkilərində 2003, 2008, 2013, 2024-cü illərdə yenidən prezident seçilərək Azərbaycan Respublikasının prezidenti elan edilmişdir. Ay sağ ol. Ola bilər ki, heç sizə deməsin İlham Əliyev haqqında danış, sualı belə verə bilər ki, İlham Əliyev neçənci illərdə prezident seçilib? Elə verə bilər, yəni orada da Birinci il yadımda sayacaqsınız. saxlayıb üzərinə 5-5 əlavə eləyirəm. Ay sağ ol, bəli, ən rahatı. Bəli, ya da Daha axırıncı dəfə sonra- neçənci ildə seçilib? Necə? 2024. 24. Ya da sual bilər ki, hə, axırıncı dəfə neçənci ildə prezident seçilib? Belə bir sual verər 2024-də. Aha. Daha sonra İlham Əliyev 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bəli, düz. Daha sonra İlham Əliyev 5 dildə Azərbaycan, İngilis, Rus, Türk və fransız dillərində sərbəst danışır. 3 evladı və nəvələri var. Azərbaycan Respublikasının ali baş komandanıdır. Əla, qəşəng. Tamam, indi keçdik kurikuluma. İnduksiya nədir? İnduksiya. Deməli, içində idi də xüsusidən ümumiyə belə. Bəli, xüsusidən ümumiyə. Bir saniyə kimsə qoşulur. Hə. Xüsusidən ümumiyə. Debat nədir? Debat belə deyək, müzakirədir. Bir nəfər fikri təsdiq edir, digər tərəf təqzib edir və üçüncü tərəfi inandırmağa çalışırlar. Doğrudur. İntellekt sözünün mənası nədir? İntellekt ağıl, dərk etmə. Bəli. Dərk etmək, başa düşmək, anlamaq, buna hər biri onsuz sinonim sözlər də deyə bilərsiniz. Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları neçənci ildə təsdiqlənib? Necə müəllim? Ümumi təhsil pilləsinin dövlət standartı və proqramlar. Proqramlar deyəndə, yəni kurikulum proqramları neçənci ildə təsdiqlənib? Qanuna dəyişiklik 2024-də olub, amma 2015-də Yox.
Bəlkə siz etik davranış qaydaları ilə qarışdırdınız? Ola bilər. 3 iyun 2010-cu ildə. O məlumatı bilmirdim. 3 il 2010. Tələb yönümlülük nədir? Tələb yönümlülük Dövrün, cəmiyyətin, tələbləri ilə ayaqlaşma. bəli, dəyişən ehtiyac və tələblərini nəzərə alaraq şagirdləri, yəni ayaqlaşdırmaq da o cür dərs keçmək. Tamam, şəxsiyyət yönümlülük nədir? Hər bir şagirdə bir fərd, bir şəxsiyyət kimi yanaşmaq, onun tələbatlarını və ehtiyaclarını diqqətə almaq. Yox, o şagird yönümlülükdür, tələbat ehtiyacları. Deməli, şagirdlərdə ünsiyyət, psixomotor, idraki bacarıqları inkişaf etdirmək və onlarda milli, mənəvi dəyərlər formalaşdırmaq. Birinci mövzu. Bəli, yəni bu, yəni şagirdi şəxsiyyət kimi yetişdiririk də. Bunu MİQ çərçivə sənədindən çıxarsalar da müsahibədən çıxarmayıblar. Yadıma Hə. gəldi siz deyəndə tərif. Hə. Siz özünüzü uğurlu hesab edirsiniz? Bəli, hesab edirəm. Aha, bir nəsə açıqlama gətirməlisiniz də, niyə Aha. hesab edirəm? Düşünürəm ki, mən seçdiyim peşədə uğurluyam və uğurumu daha da davam etdirəcəm. Yəni riyaziyyat fənində səbirli, məsuliyyətli və şagirdlərlə düzgün ünsiyyət qurmağı bacaran bir müəlliməm və gələcəkdə öz üzərimdə çalışaraq, işləyərək həm pedaqoji, həm də metodiki biliklərimi daha da inkişaf etdirəcəm. Həmçinin inkişaf etdirəcəm. Vəssalam burada. Müəllim olmasaydınız ya da belə deyək də, müəllimlikdən başqa hansı peşəni seçərdiniz? Mən elə yenə də müəllim olardım. Burada da bunu demək istəyirəm, yenə də hər birimizə aiddir. Mən bir dəfə bunu sosial şəbəkələrdə sual kimi paylaşdım. Gördüm ki, daha çoxu elə bil ki, ürəyi açıldı, dərdi açıldı. Biri dedi ki, Əslində polis mən də elə olardı. deyərdim. Yəni Hə. deyə bilərdim bir çox ixtisaslar. Sadəcə orada Bəli. məşğul olduğum üçün elə deyərəm. Bəli, amma iminni da deyə bilmərik də, hə, yenə də müəllim. Əlbəttə, müəllim deyə bilərsiniz ki, yenə də müəllim. Bu cavabı da verə bilərsiniz. Və ya dəyişik olsun deyə, müəllim olmasaydı, müəllimə yaxın peşələr demək olardı. Məsələn deyirəm də, əgər rəsm müəllimisinizsə, deyə bilərsiniz ki, rəssam olardım. Musiqi müəllimisinizsə, musiqiçi olardım. Və yaxud da digər müəllimlər deyə bilər ki, psixoloq olardım, pedaqoq olardım. Yenə də gəlir uşaqlarla işləməyə dayanır da ona görə. Ya da elə deyə bilərsiniz ki, yenə də, yəni neçə dəfə də dünyaya gəlsəm, hər dəfə də müəllim peşəsini seçərdim. Onları orada inandırmaq ki, yəni mən müəllimliyi bu qədər, bu dərəcə sevirəm və onlar deməlidir ki, yəni gör uşaqları kimə əmanət edirik də bu qədər sevən birinə, işini bu qədər sevən birinə. Təşəkkür edirəm Səbinə xanım. Sonlara yaxın həyəcanınız düzəlmişdi, yəni azalmışdı. Həyəcanlanmayın. Maşallah çox da qəşəng idi. Dünya görüşü suallarında əla öyrənmişdiniz. Biraz kurikulum zəifdir. Yəni biraz kurikulum zəifdir, adınızın qarşısına qeyd elədim onu təkrarlayarsınız. Sağ olun. Yaxşımı? Belə, sonra gedək görək kimi. Ali Korucov. Sizin adınız nə idi? Diana xanım. Buyurun Diana xanım. Mən danışım, uşaqlar ortada. Tamam, buyurun. Bağlamışam, danışıb çıxardım. Özünüzü təqdim edin, zəhmət olmasa. Mən Hafizova Diana Rəhbət qızı 1997-ci il sentyabrın 25-də Xaçmaz rayonunun Müqtədir qəsəbəsində anadan olmuşam. 2004-cü ildə Xaçmaz rayonunun İstisu qəsəbə, bilmirəm İstisu deyim, yoxsa Müqtədir qəsəbə deyim. Müqtədir qəsəbə tam orta məktəbinə daxil olmuşam və 2015-ci ildə həmin məktəbi atestatla bitirmişəm. 2016-cı ildə Moskva Dövlət Pedaqoji Universitetinə daxil olmuşam. 2021-ci ildə həmin universiteti dil və ədəbiyyat müəllimi rus dili üzrə ixtisası bitirmişəm. Bu il Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanında iştirak etmişəm.
İmtahanda 75,5 bal toplayaraq müsahibə mərhələsinə keçmişəm. Hı -hı. Diana xanım, orada daxil olmuşam dediniz. Daxil yox, qəbul olmuşam deyərsiniz. Aha. Azərbaycan Respublikası hansı təşkilatlara üzv olub? ATƏT-in üzvləri, sonra Bəli. BMT, Hı -hı. NATO-da var idi də, səhv eləmirəmsə. Bəli. Yox, yəni hamısı yadda qalmayıbsa da bir neçəsini deməyiniz bəsdir. Avropa Birliyi var, Avropa Şurası var. Hə, yadımdan çıxdı. Azərbaycan BMT. Bu haqda nə deyə bilərsiniz? Birləşmiş Millətlər Təşkilatıdır. Tam Hı -hı. deyə bilmərəm mən gələn dəfə desəm Tamam. olar. Yaxşı, buna gələn dərs baxarıq. Risk qrupuna daxil olan uşaqlar kimdir? Risk qrupuna daxil olan uşaqlar valideynlərini, hər iki valideynlərini itirmiş uşaqlardır və yaxud bir valideyni itirmiş uşaqlar, bullyingə məruz qalan uşaqlardır və yaxud bullyingi özləri edən uşaqlar. Hı -hı. Sonra Doğrudur. pis valideynləri pis vərdişlərə qoşulan yaxud özləri Pis vərdişləri varsa. yəni Valideyn nə zaman iclasa gəlməz? əgər hər dəfə uşağı haqqında mənfi desək də danışsaq, Hı -hı. başqa valideynlərin yanında konfidensiallığı pozsaq. Hı -hı. Bəli. Tamam. Deyək ki, bir valideynin iş saatı çoxdur, bu səbəbdən iclasa gələ bilmir. İndi o övladı haqqında necə məlumatda olmalıdır? Xəbərdar eləyərəm də, yazıb, tez-tez yazıb. Aha, məlumat verərsiniz. Məlumat Bəli. verərəm. Tamam. Yaxşı, belə bir şey deyim sizə. Etik davranış qaydalarında loyallıq nədir? Aha. Loyallıq müəllimin işlədiyi təhsil müəssisəsinin direktor və yaxud nazir haqqında qanunsuz şəkildə danışmamalıdır. Hı -hı. Müəllim peşəsində xələl gətirməməlidir də. Bəli. Yəni işlədiyi müəssisənin və ya digər müəssisələrin, nazirliyin, direktorların haqqında təbii ki, qanunsuz hallar istisna olmaqla şər böhtan xarakterli danışmamalıdır. Müəllim adına layiq olmalıdır və loyallığı təmin etməlidir. Loyallıq sözü mənası nədir? Bilmədim. Sadiqlik. Bu il nə ilidir? Şəhərsalma və memarlıq ilidir. Bəli, keçən dəfə bir müəllim sertifikasiyada bizi öldürüb gülməkdən. Deyir, bir dəfə müəllimin birinə sual veriblər, onunla da yəni azad ediblər də. Gülnara xanım bildi. Deyiblər bu il nə ilidir? Deyib dovşan ili. Yəni belə cavab verənlər də olur. Bəli, bu il şəhərsalma ilidir. Bəs 2025 nə ili olub? 2025 Konstitusiya və suverenlik ili. Multikulturalizm ili nə zaman olub? 2013. 16. Tamam. Yaxşı, başqa sizə stres və təzyiqin öhdəsinə necə gəlirsiniz? Özümü çalışıram təmkinli aparım. Nə qədər stresli olmasa da özümü idarə edə bilim. Çalışıram özümü düzgün idarə edim. Bəli, emosiyalarımı düzgün idarə edim. Tamam. Deyək ki, yaxşı, sinifdəsiz şagirdlər sizə əsəbləşdirib. Necə cəzalandırarsınız onları?
qəti cəzalandırmaram şagirdlərimi. Ə, Çalışaram təmkinli olum, sakit. Ə, Onlara başa salaram ki, bu belə davranışlar düzgün deyil. Mhm. Yəni heç cür cəzalandırmarsınız. Xeyr, cəzalandırmaram. Burada belə deyə bilərsiniz ki, cəzalandırmalar, yəni fiziki güc tətbiq etmərəm, buna qəti şəkildə qarşıyam. Amma ciddi səhvi varsa, ciddi davranış pozuntusu varsa, onu hansısa mükafatdan azad edərək cəzalandıraram. Aha. Yəni müsbət cəzalandırmadan istifadə edirəm. Müsbət deməyək, çünki azad edirsinizsə o mənfi cəzalandırma olur. Əlindən alırsınız axı. Aha. Yaxşı, belə deyək, əsas standartı 1:45 dəqiqədə reallaşdıra bilərik. Necə müəllimə setki? Əsas standartı 1:45 dəqiqədə reallaşdıra bilərik. Xeyr. Niyə? Ə, Çünki il boyu gedir də o 45 dəqiqəyə. İl boyu yox. Əsas standart bölmədir, ona görə Bölmədir, hə. bölmə. Tamam. Alt standartdan təlim nəticəsini maksimum nə qədər çıxarmaq olar? 2, maksimum 3. Alt standartın özünü təlim nəticəsi kimi götürmək olar? Bəli, olar. Yaxşı. Alt standartdan təlim nəticəsini çıxararkən hansı feillərdən istifadə etməliyik? Taksonomiya feillərdən, dinamik Bəli. feillərdən. Ay, sağ ol. Alt standart necə dəyişir? Necə müəllimə? Alt standart necə dəyişir? Sinifdən sinifə də. Bəli, hər il sinifdən sinifə keçdikcə dəyişir. Bu işdə uğurlu olacağınızı niyə düşünürsünüz? Mhm. Uşaqları sevirəm, uşaqlarla işləməyi xoşlayıram. İnanıram ki, psixoloji sualları bilmirəm necə cavab verim. Peşəmi sevirəm, şagirdləri sevirəm. Yəni də öz yüksək keyfiyyətlərinizi, uğurlarınızı və sair varsa əgər, onları danışırsınız, onları sadalayırsınız, onlara bildirirsiniz. Müəllimə, mən 1 il işləmişəm müqavilənlə. Onu deyim orada. Deyə bilərsiniz, bəli. Deyə bilərsiniz. Təqdim etmədə. Bəli, özünü təqdim etməyə əlavə edə bilərsiniz onu. Bax, biz Səbinə xanım da soruşmuşdu, əlavə edə bilərsiniz. Tamam, təşəkkür edirəm Diana xanım. Çox sağ olun. Məsələn. Buyurun. Sağ olun. Kim istəyir əl qaldırsın? Kim birinci əl qaldırsa? Nurlan Həsənov, siz keçən dəfə yox idiniz. Salam, hər vaxtınız xeyir olsun müəllimə. Salam Nurlan müəllim, hər vaxtınız xeyir. Buyurun, zəhmət olmasa özünüzü təqdim edin. Mən Həsənov Nurlan İlqaroğlu 1 dekabr 2001-ci ildə Ağsu rayonunda anadan olmuşam. 2008-ci ildə Ağsu rayon Sultanımbayev adına 2 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş. 2019-cu ildə həmin məktəbi uğurla başa vurmuşam. Buraxılış imtahanlarının nəticələrinə əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəsə həyəcandan gedir gəlmir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Fiziki Tərbiyə və Çağatışa qədərki hazırlıq müəllimliyi fakültəsinə dövlət sifarişli əsaslarla qəbul olmuşam. Təhsil aldığım dövrdə semestr imtahanlarında göstərdiyim uğurlu nəticələr və dövlət yekun attestasiyasında topladığım maksimum bal sayəsində bakalavr təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Bununla yanaşı taekvondo idman növü ilə uzun illər peşəkar səviyyədə məşğul olmuş, istər zona birincilikləri, ölkə çempionatları, istərsə də beynəlxalq miqyaslı yarışlarda mübarizə aparmış, diplom, medal və kuboklarla təltif olmuşam.
Həmçinin fizika və tarix fənləri üzrə fənn olimpiyadalarına qatılmış və müxtəlif nailiyyətlər əldə etmişəm. Və ən əsası 15 iyul 2026-cı il tarixində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində iştirak etmiş, 93,75 bal toplayaraq müsahibə mərhələsinə dəvət almışam. Hesab edirəm ki, təhsilim, əldə etdiyim bilik və bacarıqlarım, idman sahəsində qazandığım təcrübəm mənə bir müəllim kimi öz üzərimə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə və şagirdlərin hərtərəfli inkişafına töhfə verməyə imkan verəcək. Diqqətinizə görə təşəkkür edirəm. Əla. Qəşəng. Nurlan müəllim, konstitusiyamızda hansı maddədə təhsil hüququndan bəhs edilir? 42-ci maddədə bəhs edilir. 5 qanun var. Birincisi, hər bir vətəndaşın təhsil almaq hüququ var. İkinci, dövlət pulsuz icbari ümumi orta təhsil alma hüququnu təmin edir. Üçüncü, təhsil sahəsinə dövlət nəzarət edir. Dördüncü, maddi vəziyyətindən asılı olmayaraq hər bir istedadı olan hər bir vətəndaşın təhsilinin davam etdirilməsi üçün dövlət zəmanət verir. Beşinci olaraq isə dövlət minimum təhsili təmin edir. Minimum təhsilin təşkilini təmin edir. Təhsil standartlarını düzdür, təmin edir. Əla. Azərbaycan təşkilatlarından hansıları tanıyırsınız? Müəllimə üzr istəyirəm. Mən Bəli. o təşkilatlara və bir də effektiv münasibətlərə vaxt məhdudiyyəti səbəbindən baxa bilməmişəm. Tamam, eyb yox. Onları gələn dəfə soruşarıq. Çox sağ olun. Buyurun, keçdik başqa suallara. Bir saniyə. Əgər deyək ki, məktəbdə artıq müəllim kimi fəaliyyət göstərirsiniz və sizdə hansısa şagirdinizin intihar etməsi hissi yaranıb. Bunu müəyyən etmisiniz və hansı tədbiri görərsiniz? Bu kimi hadisələri müşahidə edən zaman ilk növbədə dərhal şagirdlə sağlam ünsiyyət quraram və ona dəstək olduğumu hiss elətdirərəm. Bundan sonra vaxt itirmədən məktəb psixoloquna və məktəb rəhbərliyinə xəbər verərəm. Bununla yanaşı mütəmadi olaraq sinifdə həyatın dəyəri, problemlərin həlli mövzusunda maarifləndirici söhbətlər aparıram. Aha, əla. Nurlan müəllim, əgər şagirdləriniz gəlib sizdən xahiş eləsə ki, bizi ekskursiyaya apar, necə reaksiya verərsiniz? Şagirdlərin təbii ki, maraq və tələbatlarını nəzərə alaram. İstəkləri əgər mümkündürsə, istəklərini həyata keçirmək mümkündürsə, bunu həyata keçirərəm. Bunu həyata keçirərkən, yəni ilk nələr edərsiniz? Yığarsınız uşaqları başınıza, gedərsiniz? Xeyr, əlbəttə ki, onların təhlükəsizliyini birinci növbədə təmin edərəm. Daha sonra əldə olunan imkanları dəyərləndirərəm və s. Burada nə edirik? Şagirdlərin valideynlərinə icazə məktubu yəni yazdırtmalıyıq. Sonra həmin məktubları rəhbərlik tərəfindən təsdiqlətməliyik. Yəni onların icazəsi, valideyn və rəhbərliyin icazəsi olandan sonra hətta belə deyək də, aktiv valideynlər də həmin ekskursiyada iştirak edə bilərlər, bir növ sizə dəstək üçün. Belə, yəni ondan sonra ekskursiyaya getmək olar. Çox sağ olun, bu barədə heç bir məlumatım yox idi. Eləmi? Var idi PDF-də. Açmamısınız PDF-ləri? Səhv eləmirəmsə, PDF-də bu barədə məlumat yox idi. Səhv eləmirəmsə. Yox, var. Var? Orada yazılır. Bəli, bəli. Ola bilər. Tamam, deyək ki, dərsdə əlavə səs-küy yaranarsa, onu necə aradan qaldırarsınız? Əlavə səs-küy yaradan şagirdləri əlbəttə ki, cəzalandırmadan, onlara jest və mimikalarla və yaxud da ki, qeyri-verbal şəkildə qeyri-verbal onlara xəbərdarlıq edərəm.
Daha sonra bu arzu olunmaz davranışların səbəbini öyrənmək üçün onlarla fərdi söhbət apararaq arzu olunmaz davranışları aradan qaldırmaq üçün profilaktik tədbirlər görürlər. Sinifdə qaydalar, əvvəlcədən prosedurlar, qaydalar müəyyənləşdirəlim təbii ki. Ay, sağ ol. Bəli. Şagirdin dərsə adaptasiyasını təmin etmək üçün nə edərsiniz? Şagirdin dərsə adaptasiyası. Müəllim, bu sualda səhv eləmirəmsə görməmişəm. Ya da mən dəqiq baxmamışam. Deyəsən səhifələri 2-2 çevirmisiniz. Xeyr, müəllimə. Bu hansı PDF-dədir? Zəhmət olmasa işarə eləyərsiniz də. Bu bir də Tamam. bundan bu əvvəlki yazılsın. sual. Aha, bu psixologiya suallarıdır. Hə, psixologiya suallarını 45-ə qədər oxumuşam müəllimə. Hə, ona görə. Ona görə deyirsiniz də, görməmişəm. Hə, 45-ə Tamam. qədər oxumuşam. Tamam, olsun. Nurlan müəllim, davranışınızdakı rahatlıq hardan qaynaqlanır? Davranışımdakı rahatlıq özümə əminliyimdən, özgüvənliyimdən. Aha. Birinci Çünki- belə deyək. Aha. Bəli. Buyurun. Çünki mən metodikanı və müasir kurikulum standartlarını dərindən bilən, özlərimdə daima işləyən bir mütəxəssisim. Tamam. Deyək ki, valideyn gəldi sizə dedi ki, yəni təkidlə israr elədi ki, mənim övladımı ön partada oturdun. Nə edərsiniz? Bu da həmin psixologiya suallarından biridir, oxumadığım. 30-cu sual. 30-cu sual. Bəli. Tamam, onlara baxarsınız. Yaxşı. Nurlan müəllim, bizdə, yəni Azərbaycanda dövlət dini hansıdır? Azərbaycanın rəsmi olaraq dövlət dini yoxdur. Çünki biz tolerant ölkəyik. Aha. Bəs Azərbaycanın dövlət dili hansıdır? Azərbaycan dilidir təbii ki. Ay, sağ ol. UNICEF nədir? Bunlara baxmısınız? Təşkilatlar. Bunlara heç birinə baxmamısınız. Tamam, yaxşı. İş formaları hansılardır? İş formaları sinxron və asinxron iş formaları yoxsa iş üsulları, yəni təlim metodları Formalar. Təlim formaları sinxron və asinxron olmalıdır səhv eləmirəmsə. Yəni səhv eləmirəmsə deməməliyəm. Mən Bəli. yəni belə düşünürəm ki, sinxron və asinxrondur. Sizin dediyiniz tədris formalarıdır. Hə, iş formaları o zaman debat, müzakirə xəritəsi, Onlar iş üsullarıdır. o zaman layihə əsaslı öyrənmə, araşdırma və sorğu əsaslı öyrənmə. Nurlan müəllim. Yox, siz də hər şeyi saydınız. Fərdi iş, cütlərlə iş. Qruplarla iş, bir də Bəli, cütlərlə iş. bəli. İndi biz bu iş formalarını seçərkən, yəni bunların seçilməsi nədən asılıdır? Nələrə baxıb məsələn deyirik ki, bu gün qruplarla işləməliyik? Təlim nəticəsinə əsasən. Bəli, təlim Əsasən təlim nəticəsinə. Sağ ol. Bəli, düzdür. Tədris vahidi nədir? Tədris vahidi bir-biri ilə əlaqəli olan mövzuları özündə birləşdirən tematik bir bölmədir. Ay, sağ ol, düzdür. Motivasiya nəyə əsasən qurulmalıdır? Motivasiya və bütün fəaliyyətlər hamısı dərsin məqsədinə əsasən qurulur. Bəli, alt standart və məqsədə əsasən. Bəs yaxşı, motivasiya nə ilə nəticələnir? Motivasiya əsas tədqiqat sualının qoyulması və yeni bilik və bacarıqların əldə olunması ilə nəticələnir. Mənə bir neçə refleksiya üsulu sayın. 3-2-1 3-2-1 sinif küncləri yox. İş, şəxsi jurnallar, çıxış biletləri, cümlə Bəli. kökləri və s. 3-2-1-in mənası nədir? Yəni şagirdlər bu zaman 3 yeni öyrəndiyi məlumatı, 2 onlara maraqlı gələn məqam, bir də qaranlıq qalan sualı müəyyən edirlər. Ev tapşırığının əhəmiyyəti nədir? Ev tapşırığı şagirdlərin yeni öyrəndiyi bilik və bacarıqları möhkəmləndirmək, onların müstəqil öyrənməsini və tədqiqat aparma bacarıqlarını inkişaf etdirməyə yönəlir. Dərsin ikinci mərhələsi necə adlanır?
Dərsin ikinci mərhələsi tədqiqatın aparılması. Deyək ki, qruplarla iş keçirirsiniz, amma qrup verilən tapşırığın öhdəsindən gələ bilmir. Bunun səbəbi nədir? Bunun bir sıra səbəbləri ola bilər. Məsələn, tapşırığın mürəkkəb olması, şagirdlərin qavrama səviyyələrinə, potensial imkanlarına, qavrama səviyyələrinə uyğun olmaması, bundan başqa rol bölgülərinin düzgün bölünməməsi, düzgün edilməməsi, müəllimin təlimatı düzgün verməməsi, resursların yanlışlıqla seçilməsi və s. Əla. Motivasiya necə olmalıdır? Motivasiya demək motivasiya, düşündürücü, Problemli. həyəcandan dolayı konkret bu mövzunu, bu sualın cavabını unutmuşam. Aha, Düşündürücü, problemli, maraq oyadan. maraq oyadan, bəli. Amma kurikulum sualları əla. Yaxşı cavab Çox sağ ol. verdiniz. Təşəkkür edirəm. Təşəkkür edirəm. Adınızın qarşısında qeyd elədim. Gələn dəfə təşkilatları soruşacaq. İnşallah. İnşallah. Növbəti kim istəyir? Əl qaldırsın. Kimdir? Röya Kamalova. Salam, Buyurun. mənim. Salam. Axşamınız xeyir. Özünüzü təqdim edin. Mən Kamalova Röya Etibar qızı 17 noyabr 2003-cü ildə Astara rayonu Siyəkü kəndində anadan olmuşam. 2010-cu ildə Astara rayon Siyəkü kənd tam orta məktəbinin 1-ci sinifinə qəbul olmuşam və 2021-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişəm. 2021-ci ildə Lənkəran Dövlət Universitetinin Təbiət Fakültəsinin fizika müəllimliyi ixtisasına qəbul olub, 2025-ci ildə həmin ixtisasdan məzun olmuşam. Və 2026-cı ildə müəllimlərin işə qəbul imtahanında iştirak edərək MİQ müsabiqəsindən uğur qazanaraq müsahibə mərhələsinə keçid əldə etmişəm. Əla. Röya xanım, 2020-ci il nə il idi? Nə il idi? Könüllülər eli Şuşa ili nə vaxt idi? 2022. Bu il nə il idi? Memarlıq və şəhər salma Uşaq ili nə zaman olub? 2009-cu il. Əla. İxtisas nə idi sizdə? Fizika. Zəhmət olmasa məzmun xətlərinizi sayın. Müəllimə, onlar yeniləri bilmirəm, onları öyrənməliyəm. Mütləq şəkildə yadıma sal sizə göndərim. Bəli. Dəqiqə özümdə də qeyd edim. Məzmun xətlərini göndər. Təzələrini göndərərəm. Ümumi qrupa atacam, hərə girib öz məzmun xəttinə baxar. Çox sağ olun. Buyurun. Məzmun xətləri ilə məzmun standartının fərqi nədir? Məzmun standartı təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Məzmun xətləri Və məzmun standartı hər il dəyişir. Amma məzmun xətləri dəyişməzdir, ana xəttdir, leytmotivdir. Bir növ fənnin bünövrəsidir. Yəni belə bir-iki dənə əlavə cümlə deyə bilərsiniz. Müzakirə nə üçün vacibdir? Müzakirə şagirdlərdə ünsiyyət bacarığını inkişaf etdirmək üçün, onlarda tənqidi düşüncəni formalaşdırmaq üçün. Yaxşı, tənqidi təfəkkürü şagirdlərdə necə formalaşdırmaq olar? Tənqidi təfəkkürü şagirdlərdə debat üsulu ilə formalaşdırmaq olar. Daha sonra yoldaş qiymətləndirməsi ilə olar. Yəni cütlərlə iş formasından istifadə edərək. Doğrudur. Təşkilatlar haqqında siz danışa bilərsiniz? Hansı təşkilatlar var?
Deməli, Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra təşkilatlara üzv olmuşdur. Bunlardan Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, bir də Avropa Burası. Bəli, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Həmçinin deməli, Gürcüstan, Ukrayna və Azərbaycan və Ukrayna, Moldova təşkilatına, NATO, Avropa Şurası və digər təşkilatlara üzvdür. Azərbaycan 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. İslam Konfransı Təşkilatına isə 1991-ci ildə üzv olmuşdur və onun ən fəal üzvlərindən biri sayılır. Həmçinin Ermənistanın təcavüzkar və pis niyyətini müdafiə edən ilk təşkilatlardan biridir. Bəli. Daha sonra Təcavüzkar qismini 1992-ci müdafiə edən yox, pisləyən. Bəli. Pisdən ilk təşkilatlardan biri. Bəli. 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olmuşdur. Və bununla belə bütün Avropa ölkələri bu təşkilatın faydalarından yararlanmışdır da, belə deyə bilərik. Aha. Daha sonra Daha sonra MDB. onlar haqqında tam danışa bilmərəm mən. Aha, yaxşı. O da Gəlmiş gələn yaxşı. dəfə hamısını öyrənərsiniz. Hə. Tamam. Tədqiqat sualı nədir və nəyə əsaslanır? Tədqiqat sualı motivasiya mərhələsində tədqiqat sualı formalaşır. Demək olar ki, bütün dərs onun üzərində qurulur. Şagirdləri araşdırmağa, Sövq edir. bəli, problemi situasiyanın həllini tapmağa sövq edir. Yönləndirir onları. Ay, sağ ol, əla. Tamam. Dərsin kulminasiya nöqtəsi hansı nöqtədir? Dərsin kulminasiya nöqtəsi motivasiya mərhələsidir. Niyə? Çünki bütün dərs demək olar ki, bunun üzərində qurulur. Motivasiya problemli olmalıdır. Şagirdlərdə maraq oyatmalıdır. Şagirdlərin diqqətini dərsə cəlb etməli və bütün dərs boyu onların diqqətini həmin mövzu üzərində saxlamalıdır. Onları araşdırmağa sövq etməlidir. Bəli, deyə bilərsiniz ki, yəni motivasiya mərhələsi dərsin ilk mərhələsidir. Biz burada şagirdlərin diqqətini dərsə cəlb etməliyik, maraq oyadan fəaliyyətlər vasitəsilə. Ona görə kulminasiya nöqtəsi motivasiya mərhələsi sayılır ki, əgər biz şagirdlərin diqqətini cəlb edə bilmişiksə, deməli burada effektiv öyrənmə baş verəcək. Çünki biz nə ötürəcəyiksə, onlar qəbul edəcək. Yəni diqqət bizdədir axı ona görə. Buzqıran nədir? Buzqıran dərs ilinin əvvəlində müəyyənləşdirilir. Müəllim şagird və yaxud da şagird arasında münasibətlərin tənzimlənməsidir bir növ. Aha, tənzimləyən strategiyadır. Tamam. Portfolio nədir? Şagird portfolyosu burada şagirdlər haqqında məlumat, şagirdlərin nailiyyətləri, qiymətləndirilməsi, onlar haqqında rəy və sair məlumatlar yığılan bir sənəddir. Aha. Deyək ki, şagirdləriniz və ya sizin şagird deyil, amma işlədiyiniz, çalışdığınız müəssisədə olan hansısa şagirdlər bir-biri ilə dalaşarsa müdaxilə edərsinizmi? Bəli, əlbəttə müdaxilə edərəm. Bir müəllim kimi mən əvvəlcə şagirdlərə yaxınlaşaram, problemin nə olduğunu öyrənməyə çalışaram. Onların hər biri ilə sakit, təmkinli, əvvəlcə ilk öncə onları təmkinli olmağa dəvət edərəm. Onların hər biri ilə fərdi şəkildə söhbət edərək məsələnin nə olduğunu aydınlaşdıraram və doğru, düzgün yöndə onlara istiqamət verərəm. Aha.
Müəllim harda müəllim olmalıdır? Hər yerdə. Qüdrət müəllim, istəyirsiniz Röya xanımdan sonra sizdən soruşum? Yox, tələsirsinizsə bəli, olar. Bəli, müəllim hər yerdə müəllim olmalıdır. Əgər deyək ki, sizin sinfinizdə zəif şagirdləriniz varsa, onları digər şagirdlərin səviyyəsinə çatdırmaq üçün nə edərsiniz? Bəli, bu normal haldır. Yəni bir sinifdə fərqli öyrənmə tərzinə malik olan şagirdlər olur. Mən sinifimdə əgər zəif qavrayan, digər şagirdlərə nisbətən gec qavrayan şagirdlər olduğunu aşkar edərəmsə, onlarla dərsdən sonra boş vaxtlarımda əlavə məşğul olaram və onları da digər şagirdlərlə eyni səviyyəyə çatdırmağa çalışaram. Özünüzü şagirdlərinizə ilk gün necə təqdim edəcəksiniz? Ə, Gün onları sevdiyimi bildirərəm. Çalışaram ki, onlar ilk gündə məni sevsinlər. Mənim dərsimə maraqları oyansın. Aha, yəni onların qayğısına qalan, Bəli, sevinclərinə onlarla kədərlərinə. empatiya qurmağa çalışaram. Onları Aha. sevdiyimi bildirərəm, hiss etdirərəm. Əla. Təşəkkür edirəm Röya xanım. Xanım Mirzəyeva. Çox sağ olun mən. Bəli, Buyurun. başlayıram. Bəli, başlayın. Deməli, mən xanım Mirzəyeva 2004-cü il 15 sentyabr dünyaya gəlmişəm Sumqayıt şəhərində. 2010-cu ildə Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbə qəbul olub. 2021-ci ildə həmin məktəbi bitirmişəm. Bakı Slavyan Universitetinin Alman dili müəllimliyi ixtisasına qəbul oldum. 2025-ci ildə bu həmin universiteti bitirdim. Və hal-hazırda Oxford Təhsil Mərkəzində Alman dili müəllimi kimi fəaliyyət göstərirəm. Bundan başqa universitetdə oxuduğum illərdə Avropa Azərbaycan məktəbində müəllim kimi işləmişəm. İlk pedaqoji təcrübəm elə o məktəbdə oldu. Bundan başqa Alman səfirliyinin təşkil etdiyi bir çox tədbirlərdə iştirak etmişəm və 2026-cı ildə WUF könüllüsü seçilmişəm. Keçən səfər deməlidim, yadımdan çıxıb onu deməmişəm, üzr istəyirəm. Daha sonra yəni yeniliyə hər zaman can atan bir müəlliməm. Bu ildə müəllimlərin işə qəbul imtahanında iştirak etdim, MİQ imtahanında və 60.5 bal topladım və vakans seçiminə vəsiqə qazandım. Müəllim, bir sual versəm olar? Buyurun. Mən vakans seçimində iştirak elədim. Ayın 13-ü kodlaşdırma elədim də. Onun cavabı nə zaman çıxar? Valla bilmirəm. İnanırsınız, yəni bu işlərin, yəni cavabını bilmək olmur. Biraz Bütün gün sistem telefona baxıram, amma yoxdur. sistem o qədər qarışıqdır ki, dəqiq heç nə deyə bilmirsən. Bəli. İnşallah ki, tezliklə gələr. İnşallah. İndi bir şey deyim. Siz bu özün təqdim etməni hazırlamısınız, yoxsa elə özünüzdən dediniz? Özümdən dedim. İndi zəhmət olmasa bunu yazarsınız, biraz düzəlişlər edərsiniz. Bəli, yazaram. Biraz çünki sanki bəzən mübtədanı xəbərin yerində dediniz, xəbər əvvəldə dediniz. Bir də mənəm sözlərindən. Mənəm necə? Mən belə müəlliməm, mən belə müəlliməm. Bu kimi sözlərdən çox az istifadə etməliyik. Yaxşımı? Bəli, oldu yazaram. Ay, sağ ol, əla. Deyək ki, sizi bir məşhur sualla başlayırıq. Deyək ki, Bəli. şagirdlərlə dərs dediyiniz, dərs keçdiyiniz yerdə sinfə fil daxil olur. Nə edərsiniz? İlk öncə şagirdləri sakitləşdirərəm və təhlükəsiz mühit yaradıram. Daha sonra şagirdləri koridora və ya çölə çıxardaram. Dəhlizə. Bəli, dəhlizə. Bəli, deyə bilərsiniz ki, əvvəlcə təbii ki, filin gəlişinə təəccüblənsəm də, amma müəllim kimi, təhsil verən kimi mənim vəzifə borcum, vəzifəm təhsil alanların təhlükəsizliyini təmin etməkdir. Ona Bəli. görə də hansı heyvanın girməsindən asılı olmayaraq onları qorumalıyam. Yəni bu vəzifəmi layiqincə yerinə yetirməliyəm. Yəni necə Bəli. qoruyarsan, onda da deyirsiniz ki, dəhlizə çıxararam, yəni bir yolunu taparam. Təsəvvür edin ki, artıq bir müəllimsiz və dərsiniz 1 saata başlamalıdır. Dərsdən əvvəl hansı işləri görərsiniz?
Ümumiyyətlə dərsin planlaşdırma vaxtı bir gün öncədən aparılmalıdır. Yəni müəllim bir gün öncədən artıq dərsin necə təşkil etdiyini planlaşdırmalıdır. Hansı metodlardan istifadə edəcəyini dərsdə əvvəlcədən planlaşdırmalıdır ki, dərsi daha maraqlı təşkil etsin. Aha. Bəli, 1 saat qalmış da deyə bilərsiniz ki, yenə də iş Bəli, vərəqlərimi təşkil edə bilər. yoxlayaram. Ay sağ ol. Məktəbə sizin hansı töhfəniz dəyə bilər? Ə, Şagirdlərlə mədəni, iqtisadi, sosial mədəni tədbirlər apararam. Daha sonra şagirdləri ə, məktəbə töhfə verə bilən bir şəxsiyyət kimi formalaşdıraram. Belə desəm Yetişdirirəm. olar. Bəli, qəşəng olar. Şagirdlərə sual verdikdən sonra düşünməyə vaxt verərsiz? Bəli, çünki ən zəif şagird belə olsa, ona düşünmə vaxtı verilməlidir ki, şagird fikrini tam ifadə edə bilsin. Bəli, çünki əgər biz onlara düşünmə vaxtı verməsək, bərabər imkanları pozmuş olarıq. Çünki şagirdlərin Bəli. düşünmə bacarıqları müxtəlifdir. Meyarla rəyin fərqi nədir? Rəy şagirdə verilir, meyar isə təlimin təşkil edilməsində vacibdir. Yəni meyarı şagirdə vermirik? Meyarı şagirdə veririk, amma rəyi daha çox şagirdin fəaliyyətinə veririk. Meyar isə qiymətləndirmədə əsasdır. Belə deyə bilərsiniz ki, qiymətləndirmə meyarını təlim nəticəsindən çıxarırıq, məqsədə uyğun olaraq çıxarırıq və şagirdləri Bəli. 4 səviyyə üzrə qiymətləndiririk. Rəy isə şifahi də ola bilər, yazılı da ola bilər və ən əsası konstruktiv rəydən istifadə edirik. Bəli. Nədir konstruktiv rəy? Konstruktiv rəy, yəni məsəl üçün mən o bildiyim kimi desəm olar. Deyin, görək. Yəni mən belə öyrənmişdim ki, məsəl üçün də şagirdə deyə bilmərik də biz, bu düzgündür, sən hər şeyi tam doğru yerinə yetirirsən, sən əlasan. Bu şagirdə daha çox özgüvən yarada bilər. Yəni deyə bilərik ki, sən bu gün məsəl üçün mətni düzgün şəkildə tərcümə etdin. Xırda səhvlərin var idi, onu gələn dəfə düzəltsən, daha da effektiv qurmuş olarsan. Bu əladır əslində, amma sizə sualı versə ki, mənə 1-2 dənə və yaxud da 1 dənə konstruktiv rəy deyin. Belə bir sual versə bunu deyə bilərsiniz. Amma soruşsa ki, konstruktiv rəy nədir? Bunun bir növ tərifi kimi soruşur da. Deyirsiniz ki, konstruktiv rəy şagirdin müsbət tərəfini, mənfi tərəfini ona deyib istiqamət verməkdir. Gələcəyə yönümlü olmalıdır, idraki fəaliyyətə yönəlik verilməlidir, həssas olmalıdır. Yəni bunları belə sadalaya Bəli. bilərsiniz. İş vərəqləri necə hazırlanır? Təlim nəticəsinə uyğun hazırlanır. Müxtəlif dizayn burada göstərilir, sual sayı, bir də iş forması mütləq nəzərə alınır. Aha. Heydər Əliyev kimdir? Kim olub? Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti olmuşdur. O Naxçıvan şəhərində dünyaya gəlmişdir. Atası Əlirza Əliyev olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. Daha sonra İkinci Dünya müharibəsi başlamamışdan əvvəl 1941-ci ildə Naxçıvan Xalq Komissarlar Sovetində şöbə müdiri təyin olunmuşdur. Daha sonra Heydər Əliyevin oğlu İlham Əliyevdir. O da Azərbaycan Respublikasının prezidentidir və Heydər Əliyev 2003-cü ildə Cleveland şəhəri idi. Cleveland. Clevelanddə vəfat etmişdir. Cleveland xəstəxanasında vəfat etmişdir. ABŞ-ın Cleveland klinikasında vəfat etmişdir. Bəli. Tamam. Bəs yaxşı, Bişkek protokolu haqqında nə deyə bilərsiniz? 94-cü ildə imzalanmışdır. Aha. Nədir o? Yadımda deyil. Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişidir. Yəni Bişkek bəli. protokolu. Birinci Qarabağ müharibəsini dayandıran bir saziş, yəni. Yaxşı. Yaxşıdır. Xanım Mirzəyeva, əla. Biraz daha çalışarsınız, amma belə ümumi yaxşıdır.
İnşallah çalışacağam mütləq. İnşallah. Qüdrət müəllim icazə aldı. Mehriyə xanım cavab vermir. Kim qaldı? Emil müəllim, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Buyurun özünüzü təqdim edin. Mən Hüseynzadə Emin Vüqaroğlu 12 aprel 2001-ci il tarixində Neftçala rayonu Kürkən kəndində anadan olmuşam. 2007-ci ildə Neftçala rayonu Kürkən kəndi Vüqar Saltonov adına 5 saylı ümumi orta məktəbə başlayıb, 2016-cı ildə həmin məktəbi bitirmişəm. 2016-cı ildə Neftçala rayon Humanitar Təməlli Muğam liseyinə başlayıb, 2018-ci ildə həmin məktəbi bitirib, həmin ili Bakı Dövlət Universitetinin Fizika fakültəsinin fizika müəllimliyi ixtisasına başlamışam. 2022-ci il həmin ixtisası bitirib hərbi xidmətdə olmuşam. 2024-25-ci illərdə Lerik rayonu Vamazvan kənd məktəbində işləmiş. Hal-hazırda da 2026-cı ildə MİQ müsahibəsinin test mərhələsindən 76.25 bal toplayaraq müsahibə mərhələsinə keçid əldə etmişəm. Emil müəllim, əsrin müqaviləsi nədir? Kim tərəfindən, yəni kimin təşəbbüsü ilə yəni imzalanıb? Yəqin ki, Heydər Əliyev tərəfindən imzalanıb. Bəli, bunun bizim üçün xeyri nədir? Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən əsrin müqaviləsi adlanan neft sazişi. Yəni belə deyə bilərsiniz. Hə? Heç yadımda qalmayıb. Heç bir anlayışım yox, hə? Belə əgər cavabını verməsəniz belə deyəcəydim ki, yəni hal-hazırda bu barədə bir şey xatırlamıram, amma müsahibə bitəndən sonra gedib bu barədə araşdırma edib məlumat alacağam. Əla, bəli. Mehriban Əliyeva kimdir? Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. O 1983-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə ailə qurmuşdur. Azərbaycanın birinci vitse-prezidentidir. 3 övladları var. Bəli, bu qədərini bilirsiniz, seyb yox, bu qədər də danışarsınız. Azərbaycan birinci. Bəli, bir də ki, əsaslardan biri bunu da deyin ki, Heydər Əliyev fondunun prezidentidir. Tamam. Etik davranış qaydalarından mədəni davranış. Nədir mədəni davranış? Hər bir müəllim 3 bəndi var idi. Yadıma düşəcək inşallah. Yaxşı, birini mən deyirəm. Geyim, müəllim adına layiq geyinməlidir. Hər bir müəllim vahid geyim tərzində, səliqəli şəkildə geyinməlidir. Hər bir müəllim öz vəzifəsini vicdanlıqla yerinə yetirməlidir. O vicdanlı davranışdır. Mədəni davranış. Gülərüz, səmimi, ikinci tənqid açıq olmalıdır. Üçüncü gülərüz, səmimi, mehriban, nəzakətli olmalıdır. Bu da üçüncü bənd. Və görürsünüz, ağzımızda nə deyirik? Mədəni davranışda mədəniyyət. Bir də müəllimə bunu dediniz yadıma düşdü. Bu müəllimlərin hüquq və vəzifələrini nə verəcəksiniz yoxsa? Bəli, verəcəm təbii ki. Tamam. MİQ çərçivədən çıxarıblar, amma müsahibədə qalır. Göndərəcəm ondan hamısı. Tamam. Çox göndərməyə qorxuram və deyirəm gözləri qorxacaq. Sənaye ili neçənci ildir? Yəni hansı il sənaye ilidir? Yox. 2014. 14. O zaman 2012 nə ili idi?
Am, İdman ili. İdman. Bu il nə ilidir? Ə, Memarlıq ili. Ay sağ ol. Şəhərsalma və Şəhərsal. memarlıq ili. Əla. Azərbaycanın hansı qeyri-rəsmi rəmzləri var? Ə, Qız qalası, Hı -hı. Qobustan, Buta, Tar, Nar, muğam musiqisi janrı, Qarabağ atı Hı -hı. kimi qeyri-rəsmi rəmzləri var. Nar nəyi tərənnüm edir? Nar sülh sevənliyi, birlik olmağı, Bəli, düzdür, birliyi. Tamam. 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış qeyri-rəsmi rəmzimiz hansıdır? Qarabağ atı. Xeyr. O deyildi. Azərbaycan. Azərbaycan Dövlət Aha. Bayraq Meydanının bayraq dirəyi mi? O rekordlara girmiş. Yox, yox. Azərbaycan xalçası. Xalça. Bəli, qeyri-maddi mədəni irs. Azərbaycan xalçası. Yaxşı, bayraq dediniz, ora gələk. Dayağın hündürlüyü nə qədərdir? 161 metr. 2. 162 niyə bayaqda 161 dedilər? Elə oradan yadımda. Yəni qarışıb. Uzunluğu Uzunluğu 70 metr, eni 35 metr. əla. Meydanın ərazisi 20.000 kvadrat metr. əla. Ay sağ ol. Qəşəng. Tamam. Himnimizin sözlərini kim yazıb? Əhməd Cavad tərəfindən yazılmışdır. Musiqisi də Üzeyir Hacıbəyov tərəfindən bəstələnmişdir. Aha. Azərbaycan marşı idi ilk başda, daha sonra isə dövlət himni olaraq qərar qəbul edildi. Əla. Hansı rəngi sevirsiniz? Yaşıl. Niyə? Çünki yaşıl təbiət rəngidir, çiçəklənməni, inkişafı təmsil edir. Həmçinin pozitiv rəngdir. Yaşıl mı pozitivdir? Mən onu qırmızı bilirdim. Məncə yaşıl daha pozitivdir. Hətta Elə. belə Hı. bir məlumat verə bilərəm ki, Aha. xarici ölkələrdə bir neçə məktəblərdə müəllimlərin, şagirdlərin tapşırıqlarına qırmızı ruçka ilə, qırmızı qələmlə Aha. qeydlər atılması qadağandır. Çünki qırmızı neqativliyi təmsil etdiyini düşündükləri üçün buna qayda gətirib yaşıl qələm istifadə etdirilir. Oo, maraqlı. Mən də bunu sizdən öyrəndim. Yəni bunu belə məlumatları orada demək olar. Yəni söhbəti açılsa deyə bilərsiniz. Belə bax, belə bir situasiya yaransa deyə bilərsiniz. Tamam. Necə ki mən dedim, mən qırmızı bilirdim belə. Orada da elə şeylər deyirlər, cavablar sizə. Ya çaşdırmaq üçün, ya qəsdən. Onda bax belə bir məlumat verə bilərsiniz. Tamam. Tamam, indi başlayaq. Deduksiya nədir? Deduksiya ümumi bir qaydadan, fikirdən xüsusi bir nəticəyə gəlmək. Gündəlik planlaşdırma nə üçün vacibdir? Gündəlik planlaşdırma dərsin daha səmərəli, daha uyğun şəkildə təşkil olunması üçün vacib nüanslardan biridir. Əla. Dərsin hansı tipləri var? Sinxron, asinxron, Yox, o tədris formalarıdır. Dərsin tipləri. İnduktiv, deduktiv. induktiv, deduktiv. Fəal dərsin mərhələləri hansılardır? Motivasiya, yəni cəlb Hı hı. etmə. Bəli. Adı yox. Tədqiqatın aparılması, bayaqdan deyirlər, ikinci mərhələ. Bu o var idi 9 mərhələ. Bu o da. 7. Yox, o 9 mərhələ yəqin ki, Qanyeni deyirsiniz. Bəli. O Qanyedəki 9 addım dərsin mərhələləri deyil. O sadəcə deyirdi ki, bu 9 addımdan istifadə eləsəniz, dərs effektiv olar.
Bir də var dərsin 7 mərhələsi. Düzdür, indi belə deyək də, kurikulum təzə-təzə gələndə, mən özüm də o vaxt müəllim işləyirdim. Onda nə edirdik? Gəl içindən qarışıq. Təzə idi də, hələ ilk illər idi. Dərsin 7 mərhələsi vardı. Tutalım da 2 3 4 dəqiqə motivasiya, ay nə bilim 2 dəqiqə tədqiqatın aparılması və sair və ilaxır. Bütün fikrin, beynin, zikrin qalır orada ki, mən bunu vaxtı idarə edim. 3 dəqiqə tamam oldu, tez keçim tədqiqata. 2 dəqiqə tamam oldu, keçim informasiya mübadiləsinə. Elə bil ki, özünü verə bilmirsən də dərsə. Fikrin qalıb bu vaxtı idarə etmədə. Ona görə də indi əsas 2 mərhələ götürülür. Motivasiya və refleksiya. Yəni birinci mərhələ, sonuncu mərhələ. Ortada qalan 5 mərhələ, onlar zaten öz-özünə reallaşmış olur dərs keçdikcə. Amma soruşsalar ki, yenə də hansılardır 7 mərhələ, adını demək lazımdır. Birinci motivasiya, ikinci tədqiqatın aparılması, üçüncü informasiya mübadiləsi, dördüncüsü informasiya müzakirəsi, beşincisi nəticə və ümumiləşdirmə, altıncısı yaradıcı tətbiq etmə və ev tapşırığı, yəni adətən yaradıcı tapşırıqları evə veririk də və sonuncu qiymətləndirmə və refleksiya. Bu atdığınız hansısa PDF-də var? Bəli, kurikulum sualları 105 dənə olanın içində var. Aha, tamam. Ola bilər diqqətimdən qaçıb. 43-cü sual. Oldu, çox sağ olun. Baxacağam. Buyurun. Ev tapşırığının əhəmiyyəti nədir? Ev tapşırığının əhəmiyyəti keçirilən mövzunu şagirdlərdə möhkəmləndirmək, həmçinin həmin mövzunun şagirdlərə daimi yaddaşa keçməyini tətbiq etmək, eyni zamanda da şagirdlərin mövzu ilə bağlı müəyyən sualları, anlamadıqları hissələri və s. daha yaxşı aydınlaşdırmağa kömək edir. Əla. Cümlə kökləri nədir? Cümlə kökləri iş formalarından biridir, iş üsullarından biridir, refleksiya iş üsuludur. Hansı ki, müəyyən yarım cümlələri verilir və cümləni şagird öz öyrəndiyi mövzunun necə mənimsədiyinə əsasən bitirir. Əla. Deyək ki, iclasdasınız ya da bir pedaqoji şuradasınız. Direktor sizi tənqid edərsə necə reaksiya verərsiniz? Direktor məni əgər haqlı şəkildə tənqid edirsə, bundan dərs çıxarar və özümü daha da təkmilləşdirmək üçün öz üzərimdə işləyərəm. Yox, əgər haqsız şəkildə tənqid edirsə, bunu direktorla daha da ətraflı danışıb, məni niyə görə tənqid demişdiniz, Tənqid. Məni niyə görə tənqid etdiyini aydınlaşdırmağa çalışıram. Aha. Tamam. Burada hətta bir dənə də belə əlavə edə bilərsiniz ki, müəllimlərin etik davranış qaydasının mədəni davranış prinsipinə görə hər bir müəllim tənqidə açıq olmalı və onu dəyərləndirməlidir və ondan nəticə çıxarmalıdır. Əgər direktor, bax, davamını öz dediklərinizi deyərsiniz. Niyə başlanğıcı başqa yerə bağlamıram ki, oradan soruşalım birdən. Onu elə deyəndə artıq siz necə görünürsünüz, hər şeydən başa çıxmış kimi. Yəni bir sübutlarla gətirirsiniz də cavabları. Başa düşün, başlanğıcı mədəni davranış desəm, sonunda deyəcək ki, bəs mədəni davranış deyiz, o nədir? Birdən yadıma düşmədi. Onu öyrənin. Etik davranışdan suallar verə bilərlər. Yaxşı, bir dənə də sual verim. Əgər bir müəllim kobud şəkildə etik davranış qaydalarından hansınsa pozarsa, o müəllimin başına nə gəlir? Nə olur? Birinci növbədə o müəllim işdən uzaqlaşdırılır. Həmçinin bir il müddətində yenidən pedaqoji fəaliyyət göstərmə hüququ əlindən alınır. Bir il tamam olduqdan sonra isə təkrar MİQ imtahanı verib davam edə bilər. Yenidən müəllim olaraq işləyə bilər. Ay, sağ ol. Bəli, çox qəşəng. Təşəkkür edirəm. Sağ olun. Bir də müəllimə, Bəli. dərs filan keçməyəcəksə çıxa bilərəm mən? Bəli, bəli. Bir də üzr istəyirəm, bir şey də soruşacaqdım ki, bu Buyurun. bayraq meydanı rəmz gedir, yoxsa qeyri-rəmz? Bayraq meydanı rəmzlərə daxil etməyək də, bayrağın özü elə rəmzdir. Heç birinin içində getmir. Sizdən soruşsalar rəmzlərimiz hansılardır? Azərbaycan Respublikasının bayrağı, gerbi, himni bu üçün deyirsiniz. Qeyri-rəmzlərimiz hansılardır? Bayaq saydıqlarınızı deyirsiniz. Meydan rəmzlərə getmir. Oldu, çox sağ olun. Gedərsiniz. Buyurun, sağ olun. Məltəm xanım. Buyurun müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Zəhmət olmasa özünüzü təqdim edin.
Mən Yaqubova Mərtəm Müşfiq qızı 31 yanvar 2003-cü ildə İmişli rayonunda anadan olmuşam. 2009-cu ildə İmişli rayonunda Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə təhsil almağa başlayıb, 2020-ci ildə bu təhsili başa vurmuşam və həmin ili Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya müəllimliyi ixtisası üzrə ali təhsilə qəbul olub. 2004-cü ildə bu təhsili başa vurmuşam. Bu ilin 15 iyul tarixində isə MİQ imtahanında iştirak edərək 65 bal toplayıb müsahibə mərhələsinə keçid əldə etmişəm. Əla. Deyək ki, şagirdləriniz sinifdə əlavə səs-küy yaradarlarsa nə edərsiniz? Əlavə səs-küy yaradarlarsa. Bəli. Deməli, əsasən sinifdə yayılan səs-küy işgüzar səs-küy olmalıdır. Lakin şagirdlər sinifdə səs-küy salarsa və bu xaos yaradarsa, ilk növbədə nəzərə almaq lazımdır ki, yəni bu müəllimin yol verdiyi təşkilatçılıq boşluqlarından yaranıb. Daha sonra isə şagirdlər, yəni özləri tərəfindən təklif edilmiş olan idarə etmə qaydaları hazırlanıb, sinifdən, lövhədən asılmaqla belə bir problemi aradan qaldırmaq olar. Əgər şagird desə ki, Məltəm müəllim, sizin səsiniz mənim başıma düşür. Yəni dərsin gedişində desə, nə edərsiniz? Necə reaksiya verərsiniz? Necə reaksiya verərəm? Ay, yadımdan çıxdı dəqiq. Yəni hər kəs bir-birinin səsini sevməməli. Bir dəqiqə özümü çözəydim. Yəni hər kəsin səsinin hamı tərəfindən sevilməsi təbii ki, mümkün olmaya bilər. Mümkün deyil. Yəni bunu şagirdə bildirib dərsimə davam etməyə çalışıram da. Yəni fikri yenə dərsə yönəldib dərsi izah etməyə davam edərəm. Valideyn gəlib desə ki, siz mənim övladıma etinasız yanaşırsınız. Necə reaksiya verərsiniz? Etinasız. Yəni az diqqət ayırırsınız da mənim övladıma. Nə deyərsiniz? Yəni yəni müəllim sinifdə bütün uşaqlara eyni dərəcədə diqqət yönəltməlidir. Uşağının bu zaman valideynlər uşağının xüsusi diqqətə ehtiyacı olub-olmadığını öyrənib, əgər xüsusi diqqətə ehtiyacı varsa, narahat olmaması gərəkdiyini və xüsusi diqqət edəcəyimi bildirərəm. Yəni dərs zamanı ona xüsusi diqqət ayıracaqsınız? Əgər xüsusi dərs zamanı yox, dərs zamanı bütün şagirdlərə eyni dərəcədə diqqət yönəltmək lazımdır. Dərsdən kənar fəaliyyətlərdə isə əgər xüsusi diqqətə ehtiyacı varsa, bu zaman ona xüsusi diqqət edə bilərəm. Bəli, çünki xüsusi diqqət şagirdlər arasında narazılığa səbəb olar dərs zamanı. Sizin işləməyə qarşı fəlsəfəniz nədir? İşləməyə qarşı fəlsəfəm. Ümumi olaraq işləməyə qarşı, yoxsa müəllimliyə qarşı? Təbii ki, müəllimliyə qarşı. Müəllimliyə qarşı. Müəllimliyə qarşı işləmə fəlsəfəm buna necə cavab verə bilərəm müəllimə? Burada əslində uzun-uzadı bir şey, yəni bir cavab verməməlisiniz də, müsbət bir cavab verməlisiniz. Bu da necə? Məsələn, həmin işlədiyiniz müəssisəyə müsbət, fayda verən bir cavablar versəniz, bu daha uğurlu olar. Yəni nələr edə bilərsiniz işlədiyiniz yerə, nə kimi xeyirləriniz deyə bilər və bu kimi cavablar verməlisiniz. Yaxşı, o sualın üstündə işləyərsiniz. Oldu müəllimə. Niyə müəllimlik peşəsini seçmisiniz? Seçmişəm, çünki uşaqlıqdan bəri arzum olan bir peşədir və ətrafımda olan insanlara bir şeylər, yeni biliklər öyrətməyi sevirəm. Uşaqlarla işləməyi sevirəm. Buna görə də müəllimlik peşəsini seçdim. Kurikulumun bizim təhsil sistemimizdə hansı faydalarını deyə bilərsiniz? Kurikulumun deməli
kurikulum hər zaman mövcud olub. Sadəcə son zamanlarda, yəni müasir kurikulum dövrün tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Bu da şagirdlərin təfəkkürlərinin inkişafına yönəlmiş, əzbər materiallardan şagirdləri uzaqlaşdıraraq düzgün qərar qəbul etməyə yönəldir. Aha, doğrudur. Doğrudur. Sizdə ixtisas nə idi? Biologiya. Biologiya. Məzmun xəttlərinizi deyə bilərsiniz? Bəli. Deməli, biologiya fənninin məzmun xəttləri canlı orqanizmlərdə strukturlar, funksiyalar və proseslər, çoxalma və irsiyyat, canlılar və ətraf mühit, təkamül və biomüxtəliflik, son olaraq da insan sağlamlığı. Yumşaq bacarıqlar hansılardır? Yumşaq bacarıqlar. Hı -hı. O da psixologiyadandır müəllimə. Yox, kurikulum suallarıdır. Yumşaq bacarıq olsun, sosial bacarıq olsun, eyni şeylərdir. Ünsiyyət, əməkdaşlıq deyə bilərsiniz. Yaxşı, belə bir sual verim. Ünsiyyət və əməkdaşlığı və yaxud da belə deyə bilərlər, yumşaq bacarıqları və ya sosial bacarıqları şagirdlərdə necə inkişaf etdirərsiniz? Ünsiyyət, əməkdaşlıq. Yəni sosial bacarıqlara ünsiyyət, əməkdaşlıq aidsə, məsələn, daha çox qrup işi ilə işləməyi Hı -hı. təşkil edə bilərəm. Cütlərlə, Bəli, qrup işləri ilə. bəli. Doğrudur. Tamam. Qrup işinin müsbət və mənfi tərəfləri nədir? Müsbət tərəfləri odur ki, yəni qrup işində uşaqlar bir-biri ilə işləməyi öyrənir, əməkdaşlıq etməyi öyrənir. Bir şagird digərindən yeni məlumatlar öyrənir. Amma mənfi tərəfləri odur ki, qrup işi zamanı məsələn zəif olan tərəf, sakit olan şagird məsələn burada geri planda qalır və sinifdə bəzən xaotik səs-küy yaranır. Bəli. Bəs o xaotik səs-küy yaranmasın deyə nə etməliyik? Xaotik səs-küy, yəni qrup qaydaları təşkil etmək olar bunun qarşısını almaq üçün. Qrup qaydalarını kim təşkil edir? Müəllim şagirdlərlə birlikdə təşkil etməlidir. Aha. Formativ qiymətləndirmənin nəticələri nə işə yarayır? Formativ qiymətləndirmənin nəticələri. Bəli. Gündəlik təlim planının tənzimlənməsi o. Bəli, gündəlik qiymətləndirmədir. Şagirdlərin fəaliyyətini izləyir, yəni izləyirik, izləyəcəyik bir müəllim olaraq. Çətinlikləri üzə çıxarıb, istiqamət verəcək ki, onları məqsədə doğru aparaq, inkişaf etdirək. Tamam. Özünü qiymətləndirmənin müsbət cəhəti nədir? Özünü qiymətləndirmədə, yəni şagird öz məsələn dərs mövzularında güclü olduğu tərəfləri və zəif olduğu tərəfləri müəyyənləşdirir və hansı mövzu üzərində daha çox çalışacağına Aha. Bəli, bilir ki, nəyi inkişaf hansı etdirməlidir, bəli, onun üzərində çalışır. MDB haqqında nə deyə bilərsiniz? MDB haqqında deməli MDB Müasir Dövlətlər Birliyindən 1993-cü ildə Azərbaycan bu təşkilatın üzvü olmuşdur. Deməli, bu təşkilat çərçivəsində Azərbaycan Respublikası öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. Bəli, bir dənə orada müasir yox, müstəqil dövlətlər birliyi deyirik. UNESCO nədir? UNESCO deməli Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qrupudur. Təşkilat 16 noyabr 1946-cı ildə yaradılmışdır. Mərkəz qərargahı da Fransanın Paris şəhərində yerləşir, paytaxtı olan Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif sahələrində yerləşən 67 büro və alt bölmələr daxildir. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi də yəni irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq müxtəlif xalqların
elm, təhsil və mədəniyyət sahələri üzrə əməkdaşlığını genişləndirmək yolu ilə təhlükəsizliyin və sülhün möhkəmlənməsinə kömək etməkdir. Əla. NATO haqqında nə deyə bilərsiniz? NATO haqqında NATO-da deməli Azərbaycan NATO-nun deməli sülh naminə tərəfdaşlıq proqramına bu proqramın təqdim edildiyi ildən, yəni 1994-dən qoşulub. Sonra yəni NATO ilə Azərbaycan Respublikasının münasibətləri yəni bu dövrdən etibarən uğurlu inkişaf etmişdir. Planlaşdırma və analiz prosesi, fərdi tərəfdaşlıq proqramı çərçivəsində də Azərbaycan hərbçiləri NATO-nun başçılığı ilə Kosovadakı sülhməramlı əməliyyatlarda iştirak etmişlər. Əla. Təşəkkür edirəm Məltəm xanım. Yaxşı idi. Sağ olun müəllim. Buyurun. Məncə hamı sual cavab olundu, düzdürmü? Yerdə qalan olmadı. İndi mən sizə birazdan, yəni gecəyə qədər göndərəcəm yeni materialları. Növbəti dərsə qədər həm bunları təkrarlayarsınız, həm də təzələri öyrənərsiniz. Yaxşımı? Nəsə sualınız varsa buyurun. Tamam. Yaxşı onda. Gecəniz xeyrə qalsın. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun.